Müəllim öz fəaliyyəti ilə təkcə Azərbaycan vətəndaşlarının yox, dünyanın ən hörmətli, nüfuzlu siyasətçilərinin də diqqətini cəlb edən bir insan olub. Ramiz müəllim öz fəaliyyəti ilə, öz uzaqgörən siyasəti ilə ox olub düşmənin gözünə batan bir insan olub. Ramiz müəllim öz siyasətində, öz fəaliyyətində həmişə Azərbaycan vətəndaşının, onun mövqeyinin, onun saadətinin, onun gələcəyinin təəssübünü çəkən bir siyasi xadim olub. Bugün də Ramiz müəllim ölkəmizin, dövlətimizin, siyasətinin başında hünərlə dayanan müdrik prezidentimiz İlham Əliyevin sağ əlidir. İşte kardeşler, öğren ne bunlardan? Bunlardan öğren, bacırsız mübarizə yoldaşını, cinayətkar yoldaşını müdafiə eləməyi öğrenin bundan, Gültəkindən, nə bilim, Ələsənovdan öğrenin belə şeyləri. Adamlar öz cinayətkar adı dostlarını şey edirlər, müdafiə edirlər. Mən nəyə görə öz mübarizə qardaşımı müdafiə eləməməliyəm?